Bugünkü Lırmon sınağının izahlarına baxaq. Deyir, ardıcıl iki cüt və ardıcıl iki təkədədir. Nə bu? Ardıcıl iki cütüncü ikidir, ardıcıl iki təkinci birdir. Cəm 3. Ən kiçik olanın deyir ki, rəqəmləri hasini tapın. Bunda 169-dur. Rəqəmləri hasi də 54 edir. Burada baxırıq, burada dövrü kəsirdir. 13 bölünsün. Burada nə qədər dövrdə rəqəm var, dövrdə nə qədər rəqəm varsa, o qədər də 9 yazır. 2 rəqəm var deyə 2 dənə 9 yazdım. Çıxılsın 1 bölünsün. Burada da 1 rəqəm var. 1 bölünsün 9-da 1. Bunlar gedəcək. Yəni 99 çıxılsın 9. Cavab qalacaq 90. 90 E variantı. Sonra deyir 63 metr uzunluğunda ikini ikiyə ayırdılar. Birincinin bu qədərinə bərabərdir. Hər ikisinin uzunluğu 10'da 4x, 10'da 3y bərabərdir. Hər tərəfi 10'a vursaq 4x 3y edər. X 3k'dır, y də 4k'dır. Bunların cəmini bizə 63 verib. K'mız 9'dur. Deməli, biri 27'dir, digəri də 36'dır. 27, 36 D variantı. Deyir ki, atanın yaşı hal-hazırda ana ilə oğulların yaşının cəmidir. Deyir ki, 5 ildən sonra hər biri 5 yaş artır. Bu yaşda 10 il artacaq. Deyir, atanın yaşı bunların yaşına nə qədər kiçik olar? Baxın, bu x-in yerinə biz z üstəgələ y yaza bilərik. Bunlar gedəcək 5 vahid C. 3 ardıcıl tək deyir. Buna x, x2, x4 də deyə bilərsiniz. Yəni, nə desəz onun düz çıxacaq. 99, 3x 93 və x də 31. Ən böyük də 35 alınır. 35. Deyir, neçə ixtisar olunmayan düzgün kəsir var. Məxrəci 87-dirsə, 87-ni vuruqlara ayırırıq. 3, 29, 29, 1. Bunun qaydası belədir. Buna əslində keçməyibdir. Deməli, neçənci siniflər? 5-ci siniflər. Ancaq nə olaraq düşüb də. Yəni, amma əslinə qalanda keçməyiblər. Bir dəqiqə, bunu buradan başdan yazım. Səhifəni yeniləyək, gözləyim dəqiqə. Aha, indi bunu izah eləməkdən ötürü belə yazdım. Yəni, 3-ün vuruqları 3-ə bölünən ədədlər, bir də 29-a bölünən ədədlər ixtisar olunur və düzgün kəsir dediyi üçün say 86 olacaq. Burada da sayı, yəni böləndə də çıxır, ancaq mən görün deyə belə yazdım. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 24, 25, 26, 27, 28, 29, 30. 30 çıxırıq, cavab qalır 56. 56 E variantı. Burada bölməkdir 9 edir. Qarşılıqlı tərs bildiyimiz kimi burada tam var 7 tamdır. Ona görə budur. 5'də 37 və 37'də 5. Yəni hasilləri 1 eləməlidir. Digər səhifəyə keçək. Aha. Deyir 126 neçə sadə bölən var. Bunun üçün mütləq nə ayırmalıyıq? Sadə vuruqları ayırmalıyıq. Belə ayırırıq. Qüvvət şəklində yazırıq. 2 vurulsun 3'ün kvadratı vurulsun 7 üstü 1. Bu üstlər toplayırıq. Bu da edir 4. Cavab B. 140'ın neçə natural böləni var? 140'ı yazırıq. 2 vurulsun 70. 70 də yazırıq. 7 vurulsun 10. Bu da nə deməkdir? 2'nin kvadratı vurulsun 5 vurulsun. 2 vuraq 5. Vuruqları ayırdıq. İndi burada bunların üzərinə 1 gəlib vururuq. 3 vuraq 2 vuraq 2, 12. 12. Burada məlum məsələ 4'də 5, çıxaq 4'də 2, 4'də 3, o da 0,75. Burada çox sadə qayda var, onu deyim, yəni bir də uzun yazmayayım sizin üçün. Ancaq bunun izahını kanalda uzun vermişəm. Uzun vermişəm. Bunu vururuq, 5'i vururuq 11'e, bunları da toplayırıq. 55'də 6, o da A variantı. Ancaq onun linkini görüm tapsam paylaşacağım. Bu bu sual tipli sualın izahını vermişəm. Dəqiqə, aha. Burada kəsir görməyib, mən özüm qeyd eləmişəm. 5.
Aha. Bunu yazırıq. Bu şəkildə, düzdürmü? 5, burada 90-da 25 gedəcək. 1, 5, o 90 bölək 5, o da 18. Bunu yazacağım. 56-da 24, 56-da 42, 41. Baxın, burada bunların, burada metrdir ha. Bunu çevirəcək santimetrə. 55 ilə 65 ilə çobunu tapacaq. 5'i çıxarırıq. 13, 11, 143. 143 vurulsun 5. 5, 2 yadda 2, 725. Bunu da buna böləndə cavab 40 edir. Baxın, deyir, həm 2-yə, həm 5-ə bölünür. Deməli, 10-a bölünür. Deməli, B mütləq 0-dır. B 0-dırsa, A neçədir? 7-dir. Çünki fərqi verilib. Burada bu cavab, yəni bayaq çox hesablamaq rahat bir işdir. Digər səhifəni qoyum mən. Son səhifəmiz deyir ki, pulumun 7-dəkisinə kitab aldım. Qalan pulun, yəni 7-də 5-in 5-də 3-ü qalır da. 5-də 3-ünə də dəftər aldım. 7-də 3-ünə də dəftər aldım. Deyir ki, 7-dəkisi 7-də 3-ü getdi. 7-dəkisi 12.000-dirsə, deməli bütöv necədir? 42.000. Baxın, bu sual biraz maraqlı idi. 20 dişli 80 dəfə fırlanırsa, 40 dişli daha az fırlanar. Yəni, radiusu kiçik olan daha çox fırlanar. Bunu yadda saxlayaq, tərs mütənasibdir. Yəni, hasilləri sabitdir. 20 vuraq 80, 40 vuraq x. Burada da ixtisar gedir, 40 qalır. Burada görürük 3, 5, deməli 7, 9, 11 artacaq. Burada da görürük ki, bunları vurur 2-yə, vurur 2-yə, vurur 2-yə, vuracaq 2-yə, 50. Sonra burada baxaq, bir bağçada 5 sıra var, hər sırada 5 ağac, 25 ağac. Burada baxın, bir dənə 5, sonra 2 gəldi, 3 gəldi, 4 gəldi, indi 5 əlavə olunacaq önünə bu. Və bu sualların izahı bu qədər.